Zahiri gözəlliyin bir vaxt itib batıb deyəcək. Ona görə nə zahiri görkəmi, bütün ömrünü xərclə, nə zahiri görmü insanları günaha salma. Yaxşı, bir gün o üzün qırış olacaq. Hələ yaşı gizlətməklə deyil. Qocalacaqsan. Düzdür, xoşu gəlmir bəzi insanların qocalmaq sözündən. Yaşı gizlətməklə deyil. Özün bilsən də qocalırsan. Ona görə insan gələk nə ömrünü belə deyək də puç eləsin belə mövzularla, nə də cəmiyyəti günaha salsın. Bu da çox mühümdür. Və baqiyyat nədir? Adam cavanlığını imanla keçirdi. Adam cavanlığını iffətlə keçirər, namusla keçirər. Bu cür, o baqiyyatdır. O cavanlıq, bəli, o cavanlıq sənin qiyamət günü sən leyhivə şəfaət edər. Sənin faydası deyər, xeyri deyər. Biraz mövzu çox şahələndiyə, hər halda ki, biraz geniş toxunumda. Möhtəşəm.